Cemile, buraya gel. Leman sana hiç ne demiyor? Yok. Soruşuram hiç ne demir. Eli gelip otağında ağlıyor. Ağlayırsa deməli nəsə bir səhv eləyib ki, ağlayır da. Günahı olmasa belə ağlamaz. 100% yenə o zəhər dilindən Toğrul acılıyıb. Neçə dəfə demişəm ki, abala, dilini şirin elə. Zəhər tuluğu olma. Nə deyirsən? Bəsdi Rıza, bəsdi. Sen nece atasan? Sen bu saat o kızını alıp kirləşməlisən. Az, mənim üstümə qışqırma. Nə qışqırırsan? Anasan da get qızının başına ağıl qoy. Bura bax, sənə deyirəm. Əgər o qız Toğruldan ayrılsa, ikinizin de başına oyun açarım. Sizin ipinizi boş bıraktıkça kalkmadan başında oturursunuz. Zatınız üzülsün sizin ha. Yəqin Toğrul da geldi. Gel bana, hoş gelmişsin. Salam Cemile. Geç. Salam oğlum. Salam Rıza. Hoş gelmişsin. Hoş geldin. Toğrul, kurban olum Leman'a ne olur? Bayağıdan soruşuram, hiç ne demir. Eve gelenden girip otağına ağlayır. Elə mən də onunla danışmağa gəlmişəm. Zəhmət olmasa deyərdi də gəldiyimi. Yaxşı oldu, ben indi gedib deyərəm. Elə lap yaxşı eləyib gəlmişsən oğlum. Hamının arasında söz-söhbət olur. Amma gərək bu söz-söhbətdə sülh yolu ilə həll edəsən. Oturun, danışın, məsələni həll edin. Narahat olmayın. Oğlum, kızımın ne günahı varsa de mən də bilim. Mən özümdən danışarım. Leman. Leman, buraya görüm güzel kızım. Kalk, kalk dur git el yüzümü yuh. Ayşələrə bəsdir də imkan verdi oturum. Leman, kızım. Toğrul gelip Nə? Ha, sana demiştim gelecek. Dur ayağa. Dur git el yüzünü yuh. Sonra da gidin oturun danışın. Yaxşı? Dur. Ay sağ ol bak böyle. Gördün? Ben ne dedim o da oldu. Yəqin ki, bunu götürməyə gəlmisən.
Gel. Hardasan bayaqdan? Gəl çıx da. Geldim de Xavər xanım. Nə oldu? Qız gəlib Toğrulun yanına. Yox, şirkətdə nə Toğrul var idi, nə də qız var idi. Hə bəlkə Toğrul gedib qızın yanına. Yox, katibəyə dedim ki, Toğrul müəllim hardadır? Dedi Toğrul müəllim tək çıxdı, getdi, hara getdiyini də demədi. Elə şey olmaz. İş vaxtı Toğrul harasa gedəndə mütləq katibəsinə deyir. Mən Nə oldu ki, indi demədi? Nə bilim Xavər xanım. Heç olmasa öyrənəydin ki, qız hardadır da. Onda mən öyrədim sənə. Xavər xanım, zəng elədim də. Neçə dəfə zəng elədim, açmadı mənim zəngi. Yaratmırsan da. Solma sən məni yaratmırsan. Nə demək Xavər xanım? Cavab vermir də. Heç nə də. Bundan artıq nə edəcəksən? Yaratmadın da. Yaxşı, mən getmişdim. Get. Niye susursan? Hı? Cevap ver de. Toğrul, susma. Cevap ver. Mən sənin bu cür susmağına dözə bilmirəm. Sən o vaxt gecə bağ evində o halda görəndə dəli olmuşdun. Özümü bağışlaya bilmirdim. Sən o hala düşməyəndə özümü günahkar hiss edirdim. Sən demə boş yerə özümü günahkar hiss eləmişəm. Niyə Ləman? Hı? Niyə? Niyə belə elədin? Sən ümumiyyətlə bu hərəkəti özünə necə yaraşdıra bildin? Məcbur idim çünki, məcbur idim. Toğrul, mən hər dəfə səni Baharla görəndə dəli olurdum. Mən o gün o hərəkəti eləməsəydim, indi sən Baharla evli olacaqdın. Bu məsələni başqa cür də həll eləmək olardı. Sən axı niyə başa düşmək istəmirsən? Mən o hərəkəti səni itirməmək üçün elədim. Mən nə eləmişəmsə səni itirməmək üçün eləmişəm. İnan mənə. Yenə olsa yenə eləyərdim. Susma, bir şeydir, nə olar, xahiş edirəm Toğrul. Mən sənin mənə belə günahkar kimi baxmağına dözə bilmirəm. Toğrul. Bilirəm. Bilirəm, məni heç vaxt bağışlamayacaqsın. Amma indi necə olacaq? Hə? Necə olacaq? Nə edəcəyik biz? Necə eləyəcəyik? Kız, Toğrulu görməmsən hardadır? Ne olub? Salamlaşdırırdı. Çox gərgin görünürsən. Sənə bir şey danışacağım amma söz və kəsəbləşməyəcəksən. Yaxşı, məni dəli eləmə də görüm nə olub. Cangil, bilirsən bu Ləman neyniyib? Ləman? Neyniyib?
Onsuz da Xavər xanımın məndən xoşu gəlmirdi. İndi bu məsələdən sonra ümumiyyətlə məni görmək istəməz. Lap zəhləsi gedər. Amma mən daha bilmirəm səni necə müdafiə edeyim. Anamı da başa düşürəm. O sənə inanmışdı. Amma sən belə eləməyin ona çox pis təsir elədi. Çox sağ ol ki, məni bağışladın, Toğrul. Çox sağ ol. Sən məni bağışlamasaydın, bəlkə də mən ölərdim. Mən səni itirmək istəmirəm. Ləman, mənə bir də yalan danışma. Sevgimizə görə heç kimi incitmə. Çünki mən həqiqətən səninlə xoşbəxt olmaq istəyirəm. Söz verirəm. Sənə söz verirəm ki, bir də sənə yalan danışmayacağam. Bir də belə bir şey eləməyəcəm. Söz verirəm. Çay gətirim sənə? Hə? Gedim gətirim. Qəşəng çay çək. Kəkli yotulu gətirdim. Sən sevirsən. Al, Çox sağ ol. nuş olsun. Necədir? Əla. Ləman. Mən həyatımda ilk dəfədir kiməsə belə bağlanıram. Heç vaxt eləmərəm dediyim şeylər elədim. Sənsiz həyatı təsəvvür eləyə bilmirəm. Kaş həmişə belə bir yerdə olsa. Az qaldı. Bir neçə aydan sonra həmişə bir yerdə olacaq. İnşallah. Otur oğlum, otur. Ay sağ ol. Həmişə belə mehriban olun. Sizə küslü olmaq yaraşmır. İstəyirsənsə sabah səhər yeməyinə sizə gələ bilərəm. Əla olar. Cəmrə xala, siz də gələrsiniz zəminlə. Yox oğlum, əziyyət çəkmə, lazım deyil. Yox, heç bir əziyyət yoxdur. Hamımız bir yerdə səhər yeməyi yeyərik. Yaxşı oldu, gələrik bana. Məni üzrü sayın. Gedim, sabah görüşərik. Sağ-salamat oğlum. Mən səni yola salım. Sağ olun Cəmrə. Sağ ol oğlum, sağ ol. Kızım, şükür Allah, Toğrul'la da barışdısın. İndi de görüm aranızda ne olmuştu, ha? Bu barədə danışmaq istəmirəm. Əsas odur ki, barışdıq. Bu məsələni də çox uzatmayaq. Leman, sen onu bilirsən ki, ben bugün bütün gün özüme yer tapmamışam. Ne olur kızım, ucundan kulağından de görüm ne olmuştu da. Az Cəmilə, bəsdir da deyindin, bəsdir. Bezdirmə da qızı da. Əsas odur ki, məsələ həll olunub, barışıblar. Ağzey, sən də dilini şirin elə ha. Oxşamsan, oxşamışsın ha. Zahteniz kökünüz üzülsün sizin ha. Heç nə deməyəcəksən də, ha? Yox, bu barədə danışmaq istəmirəm. Xahiş edirəm, nə olar bu məsələni bağlayaq. Bax, sən düz deyirdin. İnsan gərək sevdiyi adama yalan danışmasın.
Mən də Toğrula hər şeyi açdım, dedim. O da məni başa düşdü. Lap yaxşı. Axşama xeyir olmasın. Salam Toğrul, hoş gördük. Vallahi gecəni elə narahat olmuşam ki, fikrim sizin yanınızda qalıb. Ləmana da nə qədər zəng elədim, cavab da vermədi. Narahat olmasın olmaz xala. Ləman yaxşıdır. Anam oradadır. Otaqdadır. Yaxşı. Bağışladın, hə? Ana, mən onu ata bilmərəm. Onsuz qala bilmərəm. Onu bağışlamaqdan başqa yolum yox idi. Sen o kızı tanıyandan çok değiştin. Ben seni tanıyabilmirəm. Kaş bağışlamazdın. Kaş sen onu bağışlamazdın. O buna layık değil. O kız senin ahırına çıkacak. Hiç olmasa birce dəfə mənim sözümə qulaq asaydın. Kaş hiç olmasa birce dəfə anamın sözünə qulaq asaydın. Ana, nə olar məni qınama. Gələcəkdə nələr olacaq, bunu heç birimiz bilə bilmərik. Bəlkə də hər şey tamamilə başqa cür olacaq. Bəlkə də xoşbəxt olacaq. Bəlkə də sənin dediyin kimi olacaq. Bilmirəm. Amma hər nə olursa olsun, mən Ləmanı sevirəm. Ben seni başa düşürəm oğlum. Sevgi adamın gözünü kör eləyir. Ama ben bircə şey istəyirəm. Ben senin xoşbəxt olmağını istəyirəm. Ben istəyirəm ki, her şey sənin ürəyincə olsun. Bir ana, bir valideyn evladının xoşbəxt olmağından başqa ne istəyə ki bu hayatta? Ana, Ləmanın çox böyük səhv elədiyini bilirəm. Amma neyniyək? İnsandır da, hamı səhv eləyir. Əsas odur ki, səhvini başa düşüb. Gec də olsa başa düşür. Ben gör kimi evime gelin getirirəm, gör kimi. Ana, sən o tutulan adama görə də narahat olma. Mən rəislə danışmışam. Ləman gedib ərzəsini geri götürəcək. O sana layık değil. O bizim ailemize layık değil. Ay Allah, biz kime ne pisliği eləmişik ki bu oyunlar geldi başımıza. Mən eləmişəm. Mən Şahmana qarşı çox böyük pislik eləmişəm. Onu sevdiyi qadından ayırdım. İndiki ağlım olsaydı heç vaxt belə şey eləməzdim. İndi Şahmarı çox yaxşı başa düşürəm. İnsan sevəndə çox başqa cür olur. Sevgi adama heç vaxt eləmərəm dediyin şeylər elətdirir. Oğlum Toğrul, mən heç vaxt imkan verməyəcəm ki o səni bədbəxt eləsin. Mən həmişə, hər zaman sənin yanında olacağım. Anan yanındadır, narahat olma.
kimi dayanmışam arxamda. Ana. Səndən çox xahiş edirəm. Əgər məni nə qədər çox istəyirsənsə, mənim xoşbəxt olmağımı istəyirsənsə, İstəyirəm. onda Ləmanı qəbul elə. Sabahın xeyir xala. Nə olub? Sevincək olmusan. Nə sevinirsən? İmkan verməzsən də axıra qədər sevinim. Hə. Sevin də. De görüm, hara yoxa çıxmışdın? Hə? Bütün gün dünən zəng eləmişəm sənə. Niyə cavab vermirdin? Hə, sən ona görə nigaran qalmısan. Hı. Narahat olma. Polis məsələsinə hər şeyi Toğrula dedim, izah elədim. O da məni başa düşdü, sonra da biz barışdıq. Yəni bütün problemlərin həll olundu da, hə? Hı. Güya bir yalan demisən Toğrula ki, düzələ, hə? Sənin bütün həyatın yalan içindədir də. O bir yalanlarının üstü açılanda nə cavab verirsən? Canını qurtara biləcəksən. Sən nə olub belə nəsə sözdə adama oxşuyursan? De görüm. Heç nə. Sənin can sağlığın. Sənin o əziz xələf Nurlanın Toğrulun yanında şirkətə işə düzəlib. Nə danışırsan sən? İşə düzəlib. Şamur, sabahın xeyir olsun. Sabahın xeyir, əmi oldu, sabahın xeyir. Deyəsən gecə yatmısan, üzün gözün şişdi. Hə? Olar da biraz gec gəldim. Nə bilim. Müdür olmaq belədir də, hər işin öz çətinliyi var. Yaxşı yadıma düşdü. Sən Türkiyədə olanda mən şirkətə təzə işçi götürmüşəm. Yəqin bu sənin üçün problem yaratmaz da. Tanıyıram o adamı. Hə, Qabil kişinin oğlu Nurlan. Yox, açmır. Açmır, bilə-bilə eləyir. Məni qıcıqlandırmaq üçün qəsdən eləyir. Vay Ləman. Bu gədə bizi zibilə salacaq. Görərsən. Yo, bunun bir planı var. Yoxsa hansı ağıllı adam işin gücün qoysun, gəlsin şirkətdə kiminsə əlinin altında işləsin. Bunun 100% nəsə planı var. Yox, mən başa düşmürəm ki, bunu kim götürüb də o işə, kim götürüb? Hə, bax, ay sağ ol. Mən də onu görən kimi ilk ağlıma gələn sualı oldu, verdim. Anda cavab vermədi mənə. Bu mən dəli eləyəcəyəm. Mən bunun əlindən dəli olacağam. Gel görüm. Görəsən nə pişirirlər, ha? Rıza ayıbdır, bəs. Az nə ayıbdır? Elə səhər ancaq yumurta pişirirsən. Buradakı səhər yeməyini görsən, nələr var orada? Yaxşı, Az şəkər adamı, acından ölürəm. Gəl görüm, gəl. Gəl, keçsən Allah, bəs. Yavrum olsun.
götürməmişdən qabaq mənə də deyərdin. Neyini mi? İşçiye ihtiyacım oldu. Sen de yok idin burada. Götürdüm de. Əlbəttə sənə inanıram da, güvənirəm də. Demək istəyirəm ki, gözün üstündə olsun. Narahat olma, narahat olma. Gözüm üstünde lan. Sabahınız xeyir. Bak, Sabahınız xeyir olsun. kaynatan geldi. Yəqin ki, Xavər xanım sizi çox gözlətmədik. Başa düşmədim, nə olub ki? Toğrul bizi səhər yeməyinə dəvət edib. Mənim xəbərim olmayıb. Gələcəyimizi bilmirdik. Yox. Axır vaxtlar Toğrulun başı işə çox qarışıqdır. Yəqin mənə deməyi unutub. Ola bilər. Siz keçin. Keçin qonaq otağına, mən də gəlirəm. Buyurun siz də. Yox, siz keçin. Mənim işim var. Birazdan gələcəm. Gəl az, gəl. Gəl ay yetim, gəl. Dua eləyək ki, Nurlan məsələsinin üstü açılmasın. Vallahi yoxsa bizi bu evdən sürgün eləyəcəklər. Şahardan biləcəyi, bu desəydi deyərdi də bu vaxta qədər. Sən Toğrul məsələsini boş ver. Bu dəqiqə bizim qorxduğumuz yer Nurlan olmalı deyə. Çünki Xavər deyir ki, iki dünya bir ola, Ləmanı bu evdə gəlinim kimi görmək istəmirəm, qoymaram Ləman bu evə gəlin gəlsin. Hələ bilsə ki, sən Nurlanla nişanlı olmusan, bilsə ki, o nişanın bütün pulunu Nurlandan alıb restorana vermişsən. Bilsə ki, sən Nurlanı şərriyib tutturmuşsan, onda ikimiz də əlli ayaqla atılacağıq bu evdən. Ay, bəsdir də. Bəsdir. Bədbəd danışma, Bədbəd danışmıram, Bədbəd danışmıram. Mən ağlımı işlədirəm, sənin başın yoxdur işləməyə. Sus, danışma. Yaxşı susum, get Xavərə cavab ver. Sabahınız xeyir, Xavər xanım. Sən xaçapuri xoşlayırsan deyə səhər tezdən sənin üçün hazırladım. Çox sağ ol əzizim. Toğrul deyirəm, bəxtəfərsən ha, bəxtəfər. Ləman sənin başına fırlandır bana bax. Nə öpüşür? Necədir, bəyəndin? Əla əzizim, əla. Əllərinə sağlıq. Çok tatlı alınır kızım. Nuş olsun. Bak dolar da. Cəmilə kimi adamın əlindən dərs alıb, Nətər dedim. Cahangir müəllim, bəs Xavər xanım gəlməyəcək? Yəqin nəsə işi var anamın. Mən gedim baxım. Oğlum baya gelende gördüm. Murad'ın yanındaydı, uşağın yanında. Onu tek koyup gelebilmir. Ləman sən bu kaçakul dönə bir dənə pişirmişdin. Bitdi, daha yoxdur. Var, əlbəttə var. Mən sadəcə olaraq səni xoşladığını bilmirdim. Gətirərəm yenə. Əla. Ay Samir, ay bala. Elə başından böyük qələt elədin ki. Sən indi elə hərəkət eləməsəydin, mən yazıqsı olmazdı indi oturmuşdum o süfrənin arxasında, quda kimi. Nə bilim vallahi, nə bilim. Bu da mənim qismətim. Xala, Nə olub yenə? bayaq çox pis bir şey oldu. Biz danışırdıq, mən çıxdım buradan. Hə, Çıxanda dəhlizdə Xavərlə qarşılaşdım. Mənə elə gəlir ki, o bizim danışdığımız hər şeyi eşidib. nə danışdın ay qız? Yox, dəlisən, ağlını başına yıx. Xavər ola, o söhbətləri eşidə. İndi biz ikimiz də çöldəydik, iti qovan kimi qovmuşdu bizi. Mənə əsəbi baxırdı. Ürəyimə damıb ki, eşidib, nəsə eşidib o. Bəlkə sən ondan söz alasan, hə? Of, Ləman, of!
Tərlədim sizin əlinizdən. Toğrul səni alıb özünə arvad eləsəydi, mənim səndən üzüm qurtarardı. Ne oldu? Ne danıştı? Her şeyi... Ne var ay kız? Ne dikeyim sana? Her şeyi bilip, öğrenip, eşidip ne oldu? Bilir her şey. Başın harap olur. Haber bilseydin de bizi çıkartmış çöle. Sonda niye əsəbiydi? İyi olacak. Biraz uşaq nahoşdu, narahatdı, səhərə qədər yatmayıb. Bir de ki, seninle Toğrul'un barışmaq istəmirdi. Əminsən. Yox, solmasa. Çıkar. Cahangir müəllim, geçen defa stolda qara ikra falan da vardı ama değil, gözüme değmir. Ne kadar? Yəqin solmaz unudub qoymağa. Sıkılıyorsun tamam. Özde Quda, sana bir söz diyeyim. Elimde qəşəng, çox yaxşı həm də ucuz torpaq sahələri var. Əgər məsləhətdirsə, belə fürsəti əldən vermə. Əkin biçim üçün bilsən nədir? Çox keyfiyyətli torpaqlardır. Rıza mənim, çox sağ ol. Hələ ki elə bir fikrim yoxdur. Agidəm. Şama, oğlum bəlkə sənə təklif edeyim, hə? Ehtiyac yoxdur. Ləman, sənin sürücülük dərslərin necə gedir? Öyrənə bilirsən, sürürsən? Yaxşı, yaxşı gedir. Toğrul öyrədir yavaş-yavaş. Maşallah. Toğrul olma yaxşı bacarır. Yadımdadır, Nuraya da sən öyrətmişdin sürməyi. Elə indi də hava yaxşıdır da, pis deyir ki, çıxıb məşq eləmək, sürmək olar. Bəlkə... Hə, Şahmar düz deyir. İstəyirsən işlərimi həll eləyim, gedərik, öyrədərəm. Olar, olar. Ay bebi, gəl çıx da bebi. Biz yedik, qutardıq, sənə qalmadı. Şahmar, sanki bilirsən, bibinin nəvəsini görəndə hər şey yadından çıxır. Muradın yanındaydım. Deyirəm, bəlkə nikah gününün vaxtını təyin eləyək. Bu vaxtda danışaq, hə? Nə deyirsiniz? Yox. Hələ tezdir. Yaya elə çox var. Amma nəyə tezdir? 2 aydan sonra yaydı. Həm də mən fikirləşirəm ki, nikah gününü iyun ayında qeyd eləyək. Çünki iyun ayında Ləmanın doğum günüdür. Yəni ad günü hədiyyəsi olacaq. Necə istəyirsən oğlum. Bizim üçün heç bir problem yoxdur. Lap yaxşı. Ana, sən də fikirləşirsən. Məncə anan da razıdır. Yaxşı. Xeyirli olsun. İcazənizlə biz gedəcək. Az oturmuşuq da. Akşam elə çox var. Otur aşağı. Rıza, dur. Dur. Siz zəhmət çəkməyin. Özümüz gedərik. Yox Cəmlə xala, mən sizi yola salım. Cihangir. Biz təcil danışmalıyıq səninlə. Xavər xanım. Cahangir müəllimə mənim də sözüm var. Siz axşama kimi evdəsiz. Amma mən Cahangir müəllimə ayda ildə bir dəfə görürəm. Qoy biz danışaq. O bu sözü burada demək olmaz. Yox, buralıq deyil. Yaxşısı budur. Cahangir müəllimlə mən gedək mənim ofisimə. Oturaq orada 2 quda söhbətimizi eləyək. Siz sonra danışarsınız.
Tez qoyun. Yaxşı. Hə, olmaz. Allah səndən razı olsun ki, sən Lemanın yanındasan. Daha qız bu evə gəlin köçəndən sonra da mənim gözüm arxada qalmayacaq. Hə, bacı. Bəs nə? Xalasıyam da mənim boynumun borcudur. Amma sənin qızın dik başlayır. Bax, elə qələt elədi, Toğrulumu bağışladı. Hə, o da Toğrul da ha, sevdiyi üçün bağışlayır onu. Sevməsə kim bağışlayardı? Əşyayız olmaz. Cavanlıqdır da. Düz özü heç nə demədi. Mən də heç üstünə getmədim valla. Ay bacı, deyirəm də, o Ləman çox dikbaş uşaqdır. Toğrulu qısqandığı üçün gedib bağ evinə. Baharla onu bir yerdə görüb, çıxıb gör ağlına nə gəlib bunun. Götürüb daşı başın gözün partladıb, nə bilim başına vurub, üzünə görüb, vurub. Nə qələt eləyib. Sonra təzdən qayıdıb bağ evinə. Toğrula deyib ki, güya kimsə bunu çırpıb, hücum eləyib buna. Nə? Hə. Başı xarabdır da sənin qızın. Ona dedim ki, mənə bax ha, gözlərini deşərəm. Birdən gedib kiməsə şər zad atarsan. Nə danışırsan, olmaz. Kiməsə şər atıb? Sən bilmirdin ki... Yox, bilmirdim. Amma indi sən hər şeyi bir-bir mənə danışacaqsan.